Hal-hazırda Performans Center'ın qarşısındayıq. Yanımda da Bike BJ30. Maraqlı rəngi var, dizaynı çox maraqlı və günəşli fevral günündə avtomobili aparırıq testə. Belə bir gözəl havada bu avtomobili harda test etmək olar? Mərdəkən Şuvalan istiqamətinə gedəcək. Dəniz havası, qumsallıq. Avtomobil əsl şəhər maşınıdır. Üstəlik offroad xüsusiyyətləri var. Dizaynından da o görünür. Tam ötürücülüdür və təbii ki, hibriddir. Salon da çox maraqlıdır. Tam panoramik tavan. Lük var burada. Start stop və hərəkətə başlama olar. Hibrid olduğuna görə avtomobilin mühərriki hələ işə düşmür. Getdik. 20 yanvar dairəsi həmişəki kimi tıxacdır və belə avtomobildən bir qədər qorxusu yoxdur, çünki hibriddir. Belə dayanmış vəziyyətdə yanacaq getmir və offroad xüsusiyyətləri olan bir avtomobil üçün bu çox gözəl göstəricidir. Yəni, həm şəhər maşınıdır, həm uzaq səyahətlərə gedə bilirsən. Müəyyən qədər yolsuzluq imkanlar var, düzdür, bu offroader deyil. Amma avtomobili elə dizayn ediblər ki, həm ön, arxa hissələrin bucaqları müəyyən o relyeflərdən keçməyə imkan verir. Bütün təkərlər çəkir və bu sistem necə işləyir? Ön, arxa oxlarda hər birində elektrik mühərriki var və təbii ki, bir daxili yanma mühərriki var, 1,5 litrlik. Həmin daxili yanma mühərriki ilə birlikdə ümumilikdə hibrid sistemin gücü 409 at gücüdür. Sükan rahatdır. Bu tənzimlənə bilir. Həm dərinlik, həm hündürlüyə görə. 360 dərəcə kamera sistemi 3D variantında keçirmək olar. Əla. Və avtomobildə əsas bu böyük monitordur. Heç bir demək olar ki, əlavə idarə etmə düymələri yoxdur, kondisionerin və s. düymələr. Yalnız mərkəzi konsolda olan bu idarə edici start-stop düyməsi, sürətlər qursunun dəstəyi və belə bir rejimləri dəyişmək üçün tumbler. 7 hərəkət rejimi var. Biz hazırda komfort rejimdə gedirik. 20 yanvar dairəsinin tıxacından çıxdıq. Bunlar hamısı təhlükəsizlik xəbərdarlıqlarıdır. Sağda, solda, öndə, arxada maşınlar varsa təhlükəsizlik sistemləri işləyir və avtomobilin displeyində mən həmin maşınları vizualizasiyasını görürəm. Zolaqdan çıxma xəbərdarlığı. Ümumiyyətlə elektron təhlükəsizlik sistemləri kifayət qədər çoxdur. Adaptiv cruise sistemi var. Qarşıda gedən avtomobillə distansiyanın saxlanması. Hərəkət rejimləri hal-hazırda komfort rejimindədir. Qış rejimi, qar rejimi var. Qumsallıq, palçıqlı yollar, su olan yollar. İdman rejimi. İdman rejimində avtomatik biraz xarakter dəyişir. Daxil yanma mühərriki həmən işə düşür. Eko rejim və komfort. Daha çox eko rejimdə bu tıxaclı yolda hərəkətləmək üçün məncə yaxşı seçim olar. Düzdür, komfortla ekonun ciddi fərqini indi görə bilməyəcəm. Yəqin ki, hər ikisi yuxarı-aşağı eyni, yaxın rejimlərdə işləyir. Oturacaq tənzimlənməsi yaxşıdır. İşıqların hündürlüyünün tənzimlənməsi var burada. Bike BJ30-un interyerini elə dizayn ediblər ki, sanki daha böyük, nəhəng offroaderin salonudur. Həm çox genişdir. Düzdür, avtomobil böyükdür, amma nəhəng deyil. 4730 mm uzunluğu var. Salonsa gözləniləndən daha geniş alınıb. Ən azından yəni sürücü, ön sərnişin üçün. Və pəncərə dizaynları da elədir ki, o özündən daha böyük klass maşınların və offroad tipli maşınların dizayn xarakterin elementlərini görürəm burada. Sükan da bütün ön paneldə, mərkəzi konsolda, hündür konsoldur. Burada belə bir sandıqça açılır. Bura stəkan yerləri, hava deflektorları yenə ümumi stiliskanı tamamlayır. Tavan yaxşı hündürdür və o panoramik tavan genişlik hissini biraz da artırır. 409 at gücü o qaz verəndə hiss olunur. Və 3 mühərrik var da maşında. 2 elektrik, bir daxili yanma mühərriki. Boş yolda sport rejimində yoxlayaq da. Görək bu rejim necədir? Fərq hiss olunur. Yəni bu qaz pedalına toxunan kimi 3 mühərrikdir də, 2 elektrik, bir daxili yanma mühərriki və düşünürəm ki, əsasən də elektrik mühərriklərinin hesabına bu fərqi sürücü daha tez hiss eləyir. Bəzi maşınlarda görmüşəm sport rejimlə komfort rejimin elə də ciddi fərqi yoxdur. Sadəcə ad olsun deyənə bu rejimi qoyublar. Burada fərq var, tam ciddi hiss olunur. Dəniz kənarına yaxınlaşdıq. Qumsallıq ərazidir. 7 hərəkət rejimimiz var və orada hərəkət rejimlərini dəyişib qumu seçmək lazımdır. Gəlib çıxdıq Şüvəlan qayalıqlarına. Burada qumdan çox qayalıqda, amma qorxusu yoxdur. Avtomobilin 7 dənə hərəkət rejimi var. Daş da, qaya da. Bu offroader deyil, amma görürsünüz ki, clearance nə qədər hündürdür. 215 mm məsafə var. Öndə, arxada o relyeflərdən, qayalıqdan keçmək üçün bucaqlar var. Öndə 25, arxada bucaqsa 30 dərəcədir. Əsl piknik maşınıdır.
Arxa bagaj qapısı tam massif açılır. Bagaj böyükdür, arxa sıra oturacaqlar tam qatlanır. Böyük bir yer alınır, yəni yatmaq üçün yer alınır. Burada nələr var? Üçbucaq, təkərin təmiri üçün ləvazimatlar, açar dəstləri. Burada belə bir o hibrid sistemin batareyalarının izolyasiyası görünür. O tərəflərə də girmək lazım deyil. Oralı artıq servislidir. Belə bir stol açılır, ayaqlar da oradadır. Quraşdırma olar. Və bu baza təchizatındadır. Bike 530-un bagajında maraqlı elementlər var. Deməli, asılqanlar, bərkidicilər, 12 voltluq burada 120 wattlıq bir yuva var. Üstəlik 220 voltluq 150 wattlıq şəbəkə yuvası var. Yəni avtomobili çöldə saxlayıb nə istəsəz qoşa bilərsiniz. Soyuducu, kondisioner, müəyyən isidicilər. Yəni avtomobil piknik üçün əsl təchizatlıdır. Avtomobilin üzün çevirin bu tərəfə, çünki belə mənzərə daha qəşəngdir. Bike 530 hibridlə tanış olduqca əmin oluram ki, bu avtomobil əsl kemping maşınıdır. Kampa getmək üçün hər şəraiti var. Yanacaq sərfiyyatında qənaətçildir. Yəni bir maşının üstəlik qənaətçilik, off-road xüsusiyyətləri, şəhər üçün rejimlər, 7 hərəkət rejimi əldə edirsiniz. Avtomobilin dizaynını elə ediblər ki, o öndən, arxadan, yəni yandan bütün elementlərdən yolsuzluq maşınına oxşuyur. Baxmayaraq ki, bu avtomobildə ayaq altı qoymağa bəlkə də ehtiyac yox idi. Amma onu da qoyublar. Yəni rahatçılığı bu səviyyədə təmin ediblər. Təkərlərin ölçüsü 235-60 R19, yəni 60 profil qalınlığı da yolsuzluq şəraitinə hesablanmış bir şeydir. Yanda belə işıqlar, hərəkət zamanı bunlar yanmır. Bunlar yalnız avtomobil P rejimində olanda onun qabaritlərini göstərmək üçündür. İşıq sistemi tam LED texnologiyadır. Yeri gəlmişəm, Bike BJ30 hal-hazırda ikinci nəsildir. Birinci nəslini daha çox bənzədirdilər başqa markalara. Məsələn, Jeep-ə, Land Rover-ə. Burada da o oxşarlıqlar olsa da birbaşa oxşarlıq deyil. 360 dərəcə kamera, ön kameradır burada. ADAS sisteminin sensorları deyəsən buradadır. Multi-sensor detection yazılıb. Adaptive cruise sistemini onlar tənzimləyir. Yəni bu radar sistemidir. Park radarları da həm öndə, həm arxada var. Duman işıqları. Şüşənin arxasında gördüyünüz o kamera radarlar da yol zolaqlarını, xəttlərini görmək üçün ümumiyyətlə avtomobilin sürücü assistentləri kifayət qədər çoxdur və müasir avtomobillərdə bu sistemləri təchiz etdikcə, aktiv təhlükəsizlik sistemlərini artırdıqca sürücü, sərnişin, piyada təhlükəsizliyi artır. İndi kapotun altına baxaq. Kapotun açılmasını 2 dəfə bu təhlükəsizliyə görədir və artıq nəsə ilişən bir şey yoxdur. Avtomobili işlək vəziyyətdə qoymuşuq. Mühərrik avtomatik işə düşüb. Çünki hibrid sistemdir. Özü hər hansı bir enerji çatışmazlığı olan kimi avtomatik daxiliyama mühərriki işə salır. 1,5 litrlik turbo mühərrikdir. Ümumilikdə hibrid sistemin 3 mühərriki var. Həm ön, həm də arxa oxta elektrik mühərrikləridir. Əsas güclü elektrik mühərriki ön oxtadır. Arxa oxtada 74-75 at güclü bir elektrik mühərriki var və hibrid sistemin tam gücü 409 at gücünə çatır. Sürətlər qutusu DHT-dir. Bu bir növ güc paylama mexanizmidir. Burada ayrıca bir sürət pillələrini nəzərə almırlar. Güc paylama mexanizmi hibrid sistemlərin bəlkə də ən üstün tərəfidir. Tam ötürücülü variant olması da burada əlavə bir kardan mexanizmi falan yoxdur. Arxa ox hərəkətə elektrik mühərriki ilə qoşulur. Baxmayaraq ki, hibrid sistemdir. Yəni burada çox səliqəli yerləşdiriblər. Müəyyən boş yerlər də qalıb və hibrid sistemin müxtəlif hərəkət rejimləri olduğuna görə eko rejim var burada, komfort rejimi, sport rejimi. Yanacaq sərfiyyatı hibrid sistemdə 100 km məsafəyə rəsmi göstəriciyə görə 6,5 litrə yaxındır və əlbəttə bu sport rejimdə deyil. Böyük yan güzgülər, kameralar, yuxarıda reylinglər. Bu avtomobilin məncə üstünə bir bagaj quraşdırılsa, tamam başqa görünüş alınar. Burada da all-wheel drive, o dağ şəkli çəkiblər, yəni dağa getmək olar. Ümumiyyətlə qapının dizaynını elə eləyiblər ki, sizə neysə xatırlatmır. Toyota FJ Cruiser, düzdür? Eynən bu hissənin dizaynı tam bənzədilib məncə. Bu massif LED stoplar yəqin ki, sizə bir çox markalarda tanış gəlir, amma razılaşaq ki, Bike BJ30-da çox qəşəng yaraşır. Bir-iki detalı da göstərim, yolsuzluq xüsusiyyətləri üçün avtomobilin tam çevrəsində görürsünüz, burada boya yoxdur. Plastik qoyublar, təkər arkaları və tam çevrəni əhatə edir. BJ30-un arxasında səs boğucu sonluqları gizlədilsə də indi hibrid avtomobildir. Amma 2 ədəd tam səs boğucu sonluğu çıxır buradan, eyni qazanla. Sağda və solda. Sərnişinlər üçün burada vəziyyət nədir?
Birinci növbədə daxil olmaq çox rahatdır. Burada əl tutmağa yer var. Ayaq altı da bunu rahatlaşdırır. Salon genişliyi rahatdır və arxa sıra sərnişinlər üçün tam ötürücü olmasına baxmayaraq döşəmə tam düzdür. O da nə üçün? Çünki arxa ötürücülü elektrik mühərriki ilə hərəkətə gəlir. Dirsək altı stəkan yeri, arxa sıra sərnişinlərin oturacaqları da isidilir hər ikisi. Əla, məsafə də çox genişdir. Panoramik tavan bura qədər açılır. Oturacaqlar indi necə qatlanacaq? Burada Isofix bərkidiciləri uşaq kreslosunun bərkidilməsidir. Oturacaqlar belə 60-40 nisbətində açılır. Bike Peugeot'un interyeri. Salonda nə var? Sürücü sərnişinin rahatlığı üçün ümumiyyətlə avtomobil almaq istəyən şəxs avtomobilin hər xırda detalını bilmək istəyir. Əsas məsələlər nədir? Start-stop düyməsi DHD sürətlər qutusunun dəstəyi belə bir formadadır. P rejimi burada düymədir. Bütün funksiyonallıqlar monitordadır və monitorun menyularına keçdikcə birinci sürətli keçid üçün belə bir hərəkətlə sürücü oturacağının yaddaş paketləri. O yaddaş paketini özünüz tənzimlədiniz, hansı vəziyyəti xoşladınızsa saxladınız. Media paralellığı tənzimləmək, telefon zənglərini qəbul etmək və s. Aşağı hissədə klima sisteminin işlədiciləridir. Və burada Apple CarPlay var, Carbit Link var. Yəni telefonu, smartfonu avtomobilə qoşmaq üçün funksiyonallıqlardır. Hərəkət rejimləri və Energy Recovery sistemi, batareyalara enerjinin geri qayıdışı. Hibrid sistemin əsas üstünlüyü bundan ibarət ki, şəhərdə, tıxacda siz yanacaq qənaət, yanacaq işlətmədən o tıxacı keçə bilirsiniz. Avto hold sistemi var, ayaq tormozatsa avtomatik dayanır və yoxuşdan enmə rejimi, bu düyməni bura həmən qoyublar. Sabit sürəti özü saxlaya bilir. Qapıların, pəncərələrin tənzimlənməsi, məsələn, kilidin tənzimlənməsi var, hansı sürətdə avtomatik qapılar kilidə düşsün və s. İşıq sisteminin tənzimlənməsidir. Yola salma funksiyası var burada, neçə saniyə işıqlar yansın. Və işıqlarla burada geniş tənzimləmə siyahısı var, onun hamısına baxmayaq. Avtomobildəki səs sistemlərinin tənzimlənməsi. Sound effect, görürsünüz ki, salonda burada dinamiklərin əsas səsi hara, necə ötürülməsi, hansı desibellə ötürülməsi göstərilir, bunları dəyişmək olar. Və avtomatik seçmək olar, rock, jazz, klassik və s. Deaktiv, high, səs sistemlərinin özünün yüksəkliyinin tənzimlənməsi var. Sürücü üçün sistemlər, Eco, Comfort, bu rejimlər deməli. USB sisteminin söndürülməsi, yandırılması düyməsi, Video Safe Mode, Wireless Charging, aydın məsələdir. Driver Assistance sürücü köməkçilərindən Intelligent Cruise, adaptiv ağıllı smart cruise sistemidir və bu funksiyanı yenə tənzimləmək mümkündür. Qarşıda gedən avtomobillə məsafənin saxlanması və s. Qəza xəbərdarlığı sistemləridir. Cihazlar panelinin tənzimlənməsi. Cihazlar paneli də yenə tam rəqəmsaldır. Sürücü xəbərdarlıqlarının tənzimlənməsi və metrik göstərilməsi vahidlər sisteminin belə tənzimləmələri mümkündür. Burada keçirik kameraya. 360 dərəcə kamera sistemidir. 3D variantda baxmaq olar. Ayrı-ayrı kameraları da çevirmək mümkündür. Wi-Fi, avtomobilin daxilində internetin verilməsi, müəyyən o mövzuların verilməsi displeydə və park radarlarının tənzimlənməsi, onun aktiv-deaktiv olunması. Və üstəlik, şəkillərə baxmaq, videolara izləmək, Bluetooth qoşmaq, bunlar hamısı maşında var. Avtomobildə həm də nə var? İşıqların hündürlüyünün tənzimlənməsi, sürücünün sol əli tərəfdə bagaj qapısının açılması və burada bir düymə də var. O düymə kamp modudur. Yəni avtomobilin 220 voltluq yuvası ki var idi. Bu düyməni sıxanda maşını saxladınız, həmin düyməni sıxdınız, artıq ora enerji gedir. Və mühərrik, daxili yanma mühərriki aydındır ki, o zaman işləyəcək. Cruise sisteminin aktivləşdiricisi sürücünün sol əli tərəfindədir. Və burada bəzi məlumatlara baxaq. Təkərlərdəki təzyiq göstərilir və temperatur göstərilir. Havanın temperaturu da fevral ayı olmasına baxmayaraq çox istidir. 20 dərəcədən yuxarı temperatur var. Hal-hazırda külək çıxdı, 120 dərəcə göstərir. Təkərlərin temperaturu isə hərəkət olduğuna görə orada hava qızır. 27-23 dərəcə temperaturlar hər bir təkərdə belə dəyişir. Yanacaq sərfiyyatı ilə bağlı məsələlər. Yanacaq sərfiyyatı son yürüşdə və ümumi yürüşün hər birində göstərir. 6 litr 100 km məsafəyə belə bir rəqəmimiz var. Əgər yüksək sürətlə, aqressiv sürüşlə sürəcəksə, 9 litrə qədər belə arta bilər. 4,9 litr belə bir yaxşı göstəricimiz də var 100 km məsafəyə. Klimat sisteminin özünün də belə geniş bir tənzimlənməsi var. Ventilyasiyanın, havaların vurulmasının, istiliyin və s. Deməli, burada ön, arxa sıra oturacaqlar hamısı isidilir 3 səviyyədə. Ön oturacaqlar həm də havalandırılır. Üstəlik sükan da isidilir. Dəri sükandır, çox rahatdır. Materialların keyfiyyəti
Ümumiyyətlə, dəri salonda bu hissələr yumuşaqdır, yumuşaq materialdır. Bura aydın sərtdir, belə əl tutmaq üçün də bir yer hazırlayıblar. Düzdür, dəstək verir, amma tam əl tutmağa yer deyil. Qapılar yumuşaqdır. Şüşələr 2 qatdır, düzdür, biraz nazik görünsə də, amma 2 qat. Səs izolyasiyası avtomobildə yaxşıdır. Beləliklə, həm şəhərdə, həm şəhər kənarında gəzintilər üçün praktik, universal, hibrid, qənaətçil SUV axtarırsınızsa, Bike Peugeot 30-u ala bilərsiniz.